Sağlam vərdişlərdən ən önəmlisi məncə pəhriz eləməyə başlamaq deyil, həmən özümüzə spesifik pəhrizlər axtarmaq deyil, onun yerinə zərərli olan qidaları çıxartmağımızdır. Bir çox pasiyentlərimizdən və ətrafımızdakı tanıdıqlarımızdan, hətta öz yaşayış yerlərimizə gedərkən evlərinə alış-veriş edən insanların çantalarına baxdığımızda biz nə görürük? Onlarda mütləq spesifik hansısa bir zərərli qida vardır ki, mütləq hər gün evə alınır. Məsələn, misal çəkmək lazım olsa, şirin, qazlı içkilər. Elə insanlar var ki, deyir ki, mən onlarsız axşam yeməyinə və ümumiyyətlə yeməyə otura bilmirəm. Bunun belə həyatından çıxardılması artıq bir sağlam qidalanmağa bir yoldur. Yəni sırf bir pəhrizi və ya sağlam qidanı axtarmaq yerinə bu vərdişin çıxardılması belə çox yaxşı bir addım olacaqdır onlar üçün. Bəs biz nə edə bilərik? Hər kəs özü üçün bir 5 addımda yaza bilər ki, yanlış vərdişləri nələrdir? Yeməkdən sonra həmən şirniyyat ehtiyacı deyirlər bəzən. Şirniyyat ehtiyacıdırmı? Yeməkdən həmən dərhal çay içmək və ya qəhvə içmək ehtiyacı. Bunlar mı var? Və ya masaların üstündə dayanan duzdan heç yeməyin dadına baxmadan həmən duzu tökmə ehtiyacı. Bu da bir alışqanlıqdır, deyilmi?